yoldaşlar, bugün sizden biz baxacağıq Azərbaycan Respublikasının konstitusiyasına. Ümumiyyətlə, konstitusiya bizim hüquq sistemimizin əsasını təşkil edir. Əsas qanunverici aktımızdır e, və bütün digər qanunverici aktları konstitusiyamıza uyğun olmalıdır. Konstitusiya sözünün mənası ümumiyyətlə təsisat quruluş deməkdir. Və konstitusiya referendum yolu ilə qəbul olunur və ona dəyişikliklərin edilməsi yalnız referendumla ola bilər. Birazdan sizdən biz referendum anlayışına da baxacağıq. Burada dövlətin funksiyaları müəyyən olunur. Konstitusiyanın subyektləri zaten dövlətlə xalqdır. Gəlin və baxaq artıq ki, neçənci ilə qəbul olunub. 95-ci il noyabrın 12-sində deyir ki, qəbul olunubdur referendum yolu ilə. Amma deyir 95-ci il noyabrın 27-sində qüvvəyə minib. Niyə? Çünki normativ hüquq aktlar dərc olunduğu gündən qüvvəyə minir və konstitusiyada noyabrın 27-sində qüvvəyə minib. Ona görə ki, noyabrın 27-sində dərc olunur rəsmi olaraq. Və 7 ildən sonra 2002-ci il avqust 24-də referendum yolu ilə ona ilk dəyişikliklər olunub. Sonra 2009-cu il martın 18-də artıq əlavələr də olunubdur referendum yolu ilə. Həmçinin dəyişikliklər də olunub və ümumiyyətlə konstitusiya ilə bağlı son olaraq referendum 2016-cı il sentyabrın 26-sında keçirilib və yenə də əlavə və dəyişikliklər olunubdur. Burada isə artıq yəni bir növ buranın konstitusiyada ümumiyyətlə belə deyək ki, hüquqi qüvvəsi yoxdur. Çünki burada xalq sadəcə olaraq öz ülvi niyyətlərini bəyan eləyib və burada demək olar ki, ümumiyyətlə testlərə sual düşdüyünü görməmişəm. Sadəcə olaraq nəzərdən keçirərsiniz xalqın bəyan etdiyi niyyətləri. Dediyim kimi buranın bir hüquqi qüvvəsi yoxdur. Sadəcə olaraq xalq niyyətlərini bəyan elədiyinə görə belə və mən deyərdim ki, artıq əsas, yəni birinci xalq hakimiyyətindən danışaq. Birinci bölməmiz ümumiyyətlə ümumi müddialardır. Ümumi müddialar, yəni bir növ konstitusiya bizə müəyyən anlayışları verir. Yəni biz ondan tanış oluruq. Birinci nədir? Xalq hakimiyyəti. İndi xalq hakimiyyətini zaten danışacağıq ki, deyir ki, hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır. Yəni Azərbaycan ümumiyyətlə demokratik respublikadır. Demokratik respublikalarda da hakimiyyətin mənbəyi xalq olur. İndi birazdan demokratiya anlayışından tanış olacağıq. Xalq kimlərdən ibarətdir? Ərazimizdə və ondan kənarda yaşayan. İndi bax, bugün bizim qohumlarımız, tanışlarımız, yaxınlarımız, dostlarımız ola bilər ki, onlar Azərbaycandan kənarda yaşayırlar, amma Azərbaycan vətəndaşlarıdır. Kimisi iş üçün gedir, kimisi məsəl üçün müvəqqəti qalmaq üçün gedir və s. Fərq eləmir. Dövlətə və onun qanunlarına tabe sayılan Azərbaycan vətəndaşından ibarətdir. Yoldaşlar, burada fikir verməlisiniz ki, deyə bilməz ki, şəxslərdən ibarətdir. Şəxs anlayışının içərisində əcnəbilər və vətəndaşlı olmayan şəxslər də gedə bilər. Çünki onlar da insandır. Axı, xalq vətəndaşlardan ibarətdir. Şəxslərdən ibarət deyil. Bunu yadınızda saxlayın. Bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normalardır ki, istisna etmir. Niyə? Bugün ola bilər ki, misal üçün deyir, bizə konstitusiya deyir ki, dövlətə və onun qanunlarına tabe sayılan vətəndaşlardan ibarətdir. Bugün misal üçün deyək ki, bizim hər hansı bir dostlarımız, qohumlarımız, tutaq ki, deyək ki, Rusiyada yaşayır. Bu demək ki, Rusiyanın qanunlarını poza bilər və ya digər dövlətlərin qanunlarını poza bilər və ya onlara xələl gətirə bilər. Yox. Çünki niyə? Bu deyir ki, bu isə beynəlxalq hüquqla müəyyənləşmiş normaları istisna eləməyəcək. Yəni beynəlxalq hüququn müəyyənləşdirdiyi normalara əməl eləməlidirlər həmçinin. Hərçənd ki, onlar dövlətimizə və qanunlarımıza tabe sayılır. Yenə də onlar beynəlxalq hüququn müəyyənləşdirdiyi normalara riayət etməlidirlər. Xalqın suverenliyi, sərbəst və müstəqil öz müqəddəratını əldə etmək, öz idarəetmə formasını müəyyən etmək hüququdur. Yəni bir növ. İdarəetmə formamız nədir? Dünyada ümumiyyətlə iki cür idarəetmə forması olur. Respublika, bir də monarxiya. Respublikada xalqın seçdiyi hakimiyyət formasıdır, idarəetmə formasıdır. Bu bizim birbaşa suveren hüququmuzdur. Biz ümumiyyətlə suveren hüququnu necə həyata keçirə bilərik? Ümumxalq səs verməsi referendum. Referendum sözünün mənası səs verirəm, məruzə edirəm deməkdir. Bu termin ümumiyyətlə ilk dəfə İsveçrədə istifadə olunubdur. Amma Azərbaycanda 1991-ci ildən bəri artıq referendum keçirilməyə başlanılıb. Sual verə bilərsiniz ki, bəs müəllim, 1995-ci il dediniz bayaq. Çünki uşaqlar, ondan qabaq ümumiyyətlə 1991-ci ildə SSR-nin saxlanması ilə bağlı keçirilib. Sonra Əbülfəz Elçibəyə etimad məsələsi ilə bağlı keçirilib və dövlət müstəqilliyi haqqında konstitusiya haqqından bağlı keçirilib. Yəni konstitusiyamızdan qabaq 3 dəfə Azərbaycanda referendum keçirilib. Yəni referendum bir növ belə loru dildə desək, bir növ xalqın iradəsi əsasında həll olunan məsələlər deməkdir. Bir növ. Burada deyir ki, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında. Ümumi o deməkdir ki, yəni Azərbaycanda
Yəni seçki hüququ verilmiş hər bir Azərbaycan vətəndaşının seçkilərdə iştirak etmək hüququ var. Yəni bu ümumi hüquqdan istifadə edir. Bərabər isə o deməkdir ki, yəni hər bir seçicinin səsi bərabərdir və heç bir seçici arasında ayrı seçkilik qoyulmur. Birbaşa isə o deməkdir ki, şəxs məsəl üçün, yəni istədiyi bir məsəl üçün bir şəxsi prezident seçmək istəyirsə, ona birbaşa şəkildə səs verir. Sərbəst, yəni bir növ vətəndaşlarımız sərbəst şəkildə, yəni üzərində heç bir məcburi qüvvə olmadan sərbəst şəkildə səs verirlər. Gizli, yəni onların verdiyi səsə kimsə bilmir, kimsə görmür bunu. Şəxsi isə o deməkdir ki, misal üçün, yəni mənim yerimə bir başqası səs verə bilməz. Hər hansı bir məsələnin lehinə, əleyhinə, hər hansı bir şəxsin seçilməsinin fərqi yoxdur. Bir də seçilmiş nümayəndələrimiz vasitəsilə həyata keçiririk biz nəyi? Öz suveren hüququmuzu. Seçilmiş də kimləri seçirik? Prezidenti, deputatları, bir də bələdiyyə üzvlərini. Var bayaq 3-cü maddədən deyir ki, referendum yolu ilə həll edilən məsələlər. Ümumiyyətlə, burada müəyyən fərqli nüanslar var, onları diqqətinizə çatdırım. Deməli, birinci bəndlə ikinci bəndin fərqi olacaq. Niyə? Birinci bənddə deyir ki, Azərbaycan xalqı öz hüquq və mənafələri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər. Fikir verirsiniz, ümumiyyətlə, yəni bu birinci bənd bizə onu deyir ki, referendumla həll edə bilər deyirsə, bunu referendumsuz da həll edə bilərlər. Yəni, istəsələr referenduma çıxara bilərlər, referendumla yolunda da həll edə bilərlər. Konstitusiya onlara belə bir hüquq tanıyır. İstəsələr bunu referendumsuz da həll edə bilərlər. Yəni gözlə həll edə bilərin mənası o deməkdir. Amma fikir verin ikinci bəndə. İkinci bənddə deyir ki, yalnız referendumla həll oluna bilər. Yalnız o deməkdir ki, yəni bunun referendumsuz yolu yoxdur. Kimsə çıxıb deyə bilməz ki, həsə bir dövlət vəzifəli şəxs deyə bilməz ki, mən konstitusiya qəbul edirəm. Konstitusiya dəyişikliklər edirəm. Bu da qəbul olunmalıdır. Xeyr. Konstitusiya bizə deyir ki, konstitusiyanın qəbul olunması və ona dəyişikliklərin edilməsi ancaq referendum yolu ilə oluna bilər. Yəni bunu xalqdan başqa kimsə edə bilməz. Həmçinin dövlət sərhədlərinin dəyişdirilməsi. Bir də yoldaşlar, ümumiyyətlə burada bir nüans da var, onu da qeyd edeyim. Konstitusiyaya əlavələr də oluna bilər. Əlavələrin olunması amma demir ki, ümumi referenduma çıxarılmalıdır. Elə bir şey yazmır burada. Ancaq dəyişikliklərdir ki, yalnız referendum yolundan ola bilər. Bir də bəzi məsələlər üzrə referendum keçirilə bilməz. Ona görə ki, indi deyəcək səbəbi vergilər və dövlət büdcəsi. Gəlin adi bir dənə götürək vergilər. Əgər vergilər xalqın iradəsinə buraxılsaydı, məsəl üçün, biz deyərdik ki, misal üçün, verginin çox vaxt əleyhinə səs verərdik. Deyərdik ki, biz vergi ödəmək istəmirik, ya az miqdarda vergi ödəmək istəyirik. Biz bundan narazı olardıq və bu da başlayardı artıq xalq arasında bir növ xaos yarada bilərdi, çaxnaşma yarada bilərdi, anlaşılmazlıq yarada bilərdi. Və buna görə vergilər və dövlət büdcəsi məsələləri xalqın iradəsinə buraxılmayıbdır. Gəlin baxaq amnistiya və əfv etmə. Amnistiya nə deməkdir? Bu Milli Məclis tərəfindən qəbul olunur. Qərar yolundan. Qərar qəbul olunur. Bir növ deyək ki, məsəl üçün kütləvi şəkildə cəzanın yüngülləşdirilməsi. Misal üçün deyək ki, 20 ildən cəzanın 10 ilə endirilməsi. Misal üçün. Bununla bağlı Milli Məclis qərar qəbul bu kütləvi şəkildə olur. Yəni 100 nəfərin cəzası tutaq ki, 20 ildən 10 ilə endirildi. Əfv etmə isə fərdi xarakter daşıyır. Amma bu birbaşa azad olma deməkdir. Yəni prezident əfv eləyir, adam məhbusluqdan çıxarılır. Bu da fərdi xarakter daşıyır, kütləvi deyil. Təsəvvür edin ki, amnistiya və əfv etmə, ta ki prezident kimləri səhv eləmək istəyir, onda xalqın iradəsinə buraxılsın, nə olacaq? İstəsəmiz, misal üçün, A adlı vətəndaş deyəcək ki, mənim əmim əfv olunsun, o birisi deyəcək mənim dayım əfv olunsun, bu birisi deyəcək mənim xalam əfv olunsun, bu birisi deyəcək mənim qardaşım məhv olunsun, o birisi deyəcək ata məhv olunsun. Yenə başlayacaq xalq arasında nə? Anlaşılmazlıq, xaos, çaxnaşma yaranmağa. Ona görə də bunu yenə də ikinci məsələndə həmçinin xalqın iradəsinə buraxmayıblar. Yəni belə deyək. Üçüncü bənddə isə yoldaşlar, belə deyə bilərik. Ümumiyyətlə, dövlət hakimiyyəti Azərbaycanda 3 yerə bölünür də. Qanunvericilik, hansı ki bunu Milli Məclis həyata keçirir. İcra hakimiyyəti prezidentə mənsubdur. Nazirlər Komiteti icra edir bunu və bir də məhkəmə hakimiyyəti məhkəmələr həyata keçirir. Amma fikir verilir, seçilməsi, təyin olunması və ya təsdiq edilməsi qanunvericilik icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin olunması və ya təsdiq edilməsi. Yoldaşlar, baxın. Görürsünüz, məhkəmə hakimiyyətinin adını çəkmədi. Niyə? Çünki dövləti idarə edən vəzifəli şəxslərin ya icra hakimiyyəti onu vəzifəyə gətirir, ya da Milli Məclis vəzifəyə gətirir. Məsəl üçün, nazirləri kim təyin edir? Prezident. Baş naziri kim təyin edir? Prezident Milli Məclisin razılığı ilə. Sonra məhkəmə hakimlərinin bir qismini prezident təyin edir.
bir qismini Milli Məclis təyin edir. Məsəl üçün, Konstitusiya, Ali və Apellyasiya Məhkəməsinin hakimlərini Milli Məclis təyin edir. Amma məhkəmə sədrlərini məsəl üçün, yəni məhkəmə sədrləri məhkəmələrin rəhbərləridir. Onlar prezident təyin edir vəzifəyə. Gözü uşaqlar, məhkəmə yəni dövləti idarə edən vəzifəli şəxsi vəzifəyə gətirilmir. Milli Məclis məsəl üçün ombudsmanı vəzifəyə seçir. Görürsə ombudsman da elə belə vəzifə deyil də, yəni dövlət vəzifəli şəxsdir. Gördüyünüz kimi, yəni dövləti idarə edən vəzifəli şəxslər məhkəmə gətirilmədiyinə görə heç onun da adı burada yoxdur. Ona görə bu məsələlər həmçinin referenduma çıxarıla bilməz. Niyə? Ona görə ki, əgər yenə xalq arasında anlaşılmazlıq yarana bilər, hər kəs öz çıxarlarını başlayacaq güdməyə ki, bu deyəcək mənim əmim baş nazir olsun, o biri deyəcək mənim dayım baş nazir olsun və s. bu kimi hallar yarana bilər. Və buna görə də bu məsələləri ümumiyyətlə xalqın iradəsinə buraxmayıblar. Xalqı təmsil etmək, bu deyir ki, xalqın seçdiyi, bax biz deputatları, prezidenti seçirik. Onlardan savayı bizim xalqı təmsil etmək, xalqın adından danışmaq və müraciət etmək hüququ ümumiyyətlə yoxdur. Xalq vahiddir. Sonra mən bu vahidlik, yəni bir növ Azərbaycanın tərkibində müxtəlif milli azlıqlar var. Fərqi yoxdur, yəni biz vahid xalqıq və bizim vahidimiz dövlətimizin təməlini təşkil edir. Və bu Azərbaycan Respublikası. Bax deyir, bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. Fərqi yoxdur, yəni Azərbaycanın kənarda olduğu, Azərbaycanın ərazisində olduğu, yəni bütün vətəndaşların ümumi və bölünməz vətəni olacaq. Dedik burada xalqın hakimiyyətin mənimsənilməsinə yol verilməməsi, xalqın heç bir hissəsi, sosial qrup, təşkilat və ya heç bir şəxs hakimiyyətin həyata keçirməsi səlahiyyətini mənimsəyə bilməz. Tamam. Deyir ki, xalqa qarşı ağır cinayət. Niyə? Bu, xalqın suveren hüququnun pozulmağı deməkdir. Çünki hakimiyyətin mənbəyi xalqdır. Xalqa qarşı nə olur? Ağır cinayət olur hakimiyyətin mənimsənilməsi və onların suveren hüququnun pozulması nəticələnir. Gəlik dövlətimiz necə respublikadır? Demokratik, hüquqi, dünyəvi, bir də unitar. Bayaq biz demokratiyadan danışdıq. Demokrat xalq, kratos hakimiyyət deməkdir. Hakimiyyətin mənbəyi xalqdır. Yəni seçki yolu vasitəsilə də xalq öz hakimiyyət nümayəndələrini seçir. Hüquqi qanunların aliliyi təmin edən dövlət. Yəni artıq dövlət bizdə elə bir qanunları təmin edir ki, artıq biz vətəndaş olaraq qanunlara əməl eləmək, qanunlardan çıxmamaq, bunların yəni bir növ qanunların aliliyini tanıyırıq və hüquqi dövlət olaraq o bunu təmin edir. Sonra burada hüquqi dövlətdə insan hüquq və azadlıqlarının müstəqilliyi təmin olunur. Məhkəmə hakimiyyəti müstəqilliyi təmin olunur. Dövlətin vətəndaşlarla münasibətləri hüquq əsasında təşkil olunur. Dünyəvi isə o deməkdir ki, yəni bir növ sekularıq, rəsmi dinimiz yoxdur. Yəni demokratik respublikaya, İslam respublikası deyilik. Ona görə rəsmi dinimiz yoxdur. Sadəcə əhalimizin 90% İslama sitayiş edir. Ona görə bizdə müsəlmançılıq formalaşıb. Unitar, yəni vahid konstitusiyamız var, vahid idarəetmə sistemimiz var. Yəni bizdə federativ deyilik. Və dövlət hakimiyyəti ümumiyyətlə daxili məsələlərdə yalnız hüquqla, xarici məsələdə isə tərəfdar çıxdığımız beynəlxalq müqavilələr. Bax demir ki, ümumi olaraq beynəlxalq müqavilə. İminli Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr var. O da müxtəlif yəni konvensiyalar var, nə bilim beynəlxalq sahədə tərəfdar çıxdığı müxtəlif beynəlxalq müqavilələr var. Çoxdur yəni onda sayı. Baxın deyir ki, dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil olunur. Niyə hakimiyyətlər bölünür? Əgər hakimiyyətlər bölünməsə, hakimiyyət bir adamın əlində cəmləşərdi. Onda da gör idarəçilik nə vəziyyətdə olardı? Pis vəziyyətdə olardı. Ona görə də hakimiyyətlər bölünür. Deyir ki, qanunverici hakimiyyətini Milli Məclis həyata keçirir. İcra hakimiyyəti prezidentə mənsubdur. Məhkəmələr isə məhkəmələr həyata keçirir. Amma sonra bunlar haqqında sizə bir dənə məlumat verir konstitusiya. Deyir ki, bunlar nəyə müddəalarına əsasən? Bu konstitusiya müddəalarına əsasən. Məsəl üçün imtahanda burada qanunun müddəalarına əsasən yaza bilər. Xeyr. Çünki sən birinci növbədə qanunverici hakimiyyətin kim olması, prezidentin kim olmağı, məhkəmələrin kim olması barəsində birinci növbədə siz konstitusiyayla tanış olursunuz. Yəni, deyir ki, konstitusiyanın müddəalarına əsasən, görürsünüz, qanunun müddəaları deyə bilməz. Qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları qarşılıqlı fəaliyyətdədir. Ancaq öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Misal üçün, uşaqlar, bunların arasında qarşılıqlı əlaqə var. Məsəl üçün, Milli Məclis qanunverici hakimiyyətidir, qanunları qəbul edən odur. Amma o qanunları imzalamaq üçün prezidentə göndərir. Prezident misal üçün məhkəmə hakimiyyəti, məsəl üçün, konstitusiya, ali və apellyasiya məhkəmələrinin hakimlərinin vəzifəyə təyin olunması üçün Milli Məclisə təqdimat verir. Misal üçün,
Nə bilim, baş nazirin vəzifəyə təyin olmaq üçün ondan razılıq alır. Müharibə elan eləmək üçün Milli Məclisdən razılıq alır. Aralarında fikir verirsinizmi? Qarşılıqlı münasibət var. Amma onlar bir-birlərinin işlərinə qarışmırlar. Onlar bir-birlərinə asılı deyil. Onların hərəsinin səlahiyyətləri müstəqildirlər. Ümid edirəm ki, aydın oldu. Dövlətin başçısı prezidentdir. Daxili və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir. Xalqın vahidliyini təcəssüm etdirir. Təcəssüm etdirmək nə deməkdir? Göstərmək, əks etdirməkdir. Dövlətçiliyin varisliyi biz ümumiyyətlə 1991-ci ildən bəri bizim dövlət müstəqilliyimiz bərpa olunub. Yəni bir növ bu müstəqil dövlətçilik ənənələri hələ də davam etməkdədir. Yəni bir prezident müstəqil dövlət alır və başqa bir digər özündən sonra gələn prezidentə bir növ müstəqil dövlət təhvil verir. Onu beləliklə də dövlətçiliyin varisliyi təmin olunmuş olur. Gəldi prezident dövlətin müstəqilliyini, ərazi bütövlüyümüzün bir də tərəfdən çıxdığımız beynəlxalq müqavilələrə riayət olunmasının təminatıcıdır. Bəzən ümumiyyətlə testlərdə şu tələbələri çaşdırmaq üçün suverenlik də verirlər müstəqilliyin əvəzinə. Adətən demokratik respublikalarda suverenliyin təminatçısı xalq olur. Prezident burada dövlət müstəqilliyi, hətta dövlət müstəqilliyini qoruyacağı üçün də and içir bu adam. Ərazi bütövlüyümüz üçün də and içir. Tərəfdən çıxdığımız beynəlxalq müqavilələrə riayət olmasının təminatçıdır. Və bu adam məhkəmə hakimiyyəti müstəqilliyinə təminatçılıq verir. Vəssalam. Silahlı qüvvələr öz təhlükəsizliyimizi və müdafiəsini təmin etmək məqsədində Azərbaycan Respublikası silahlı qüvvələr yaradır. Azərbaycan ordusudur. Biri var milli ordu. Məsəl üçün Müdafiə Nazirliyinin ordusu. Bir də var başqa silahlı birləşmələr. Məsəl üçün bura xüsusi təyinatlı ola bilər, dövlət sərhəd xidməti ola bilər, daxili qoşunlar ola bilər. Yəni bir növ başqa silahlı birləşmədən ibarətdir. Özün müxtəlif qolları var. Biz müharibəni necə rədd edirik? Başqa dövlətlərin müstəqilliğinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişənin həlli üsulu kimi müharibəni rədd edirik. Gəlin bunu da belə əsaslandıraq. Azərbaycan BMT üzvdür və BMT də beynəlxalq hüquq üçün 10 əsas norma qoyur. Deyir ki, üzv üçün olan, onun üzvlüyünə aid olan dövlətlər. Deyir ki, güc tətbiq eləmə, gücdən çəkin, münaqişələrini müharibə yolu ilə həll eləmə. Və Azərbaycan da təbii ki, BMT-nin üzvüdür. Bu beynəlxalq hüququn 10 əsas normasını bilir və buna görə də başqa dövlətlərin müstəqilliyin qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Və Azərbaycanın prezidenti kimdir? Silahlı qüvvələrin ali baş komandanıdır. Azərbaycan misal üçün Rusiya ilə münasibətdə necə qurur? Hamılıqla qəbul edilmiş. Hamılıqla qəbul edilmiş də elə bir normalardır ki, ümumiyyətlə bütün dünya dövlətləri üçün demək olar ki, keçərli olan normalardır. Və bu beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Ərazimiz vahiddir, toxunulmaz və bölünməzdir. Kimsə onu bölə bilməz, kimsə onun ərazisinə toxuna bilməz, vahiddir, parça piçik deyil. Daxili sularımız Xəzər dənizi, bax, Xəzər dənizi qapalı su hövzəsidir. Adətən göl hesab edirik onu, çünki okeana çıxışı yoxdur. Onu görürsən, mütəzənin içindədir ki, gölünün Azərbaycana mənsub olan bölməsi. Üzərimizdə hava məkanı, daxili sularımız bizim ərazimizin tərkib hissəsidir. Kimsə bax, bizim torpağımızı ala bilməz bizdən. Deyir, özgənlikləşdirə bilməz. Heç bir şəkildə də kimsəyə vermir. Amma aha, burada ne deyir ki, yalnız Azərbaycan milli qərarı ilə bütün əhali arasında referendum keçirmək yolu ilə xalqın iradəsi əsasında dövlət sədrləri dəyişdirilə bilər. Düzdürmü? Deməli, Milli Məclis qərarı verir bununla bağlı olaraq və təbii ki, bunu nə edirdi bayaq dediyimiz kimi dövlət sədrləri xalqın iradəsi əsasında dəyişdirilirdi. Yəni bunu ancaq xalq edə bilər. Referendum yolu ilə. Dövlətin ali məqsədi. Aha. Deməli yoldaşlar biz baxdıq ümumiyyətlə bayaq dediyim kimi insan və vətəndaş anlayışlarına gəlin baxaq. İnsan anlayışının içərisində bayaq dediyim kimi burada nə var idi? Əcnəbilər və vətəndaşı olmayan şəxslər. Əcnəbilər kimlərdir? Məsələn, hər hansı bir rus vətəndaşı əcnəbidir. Başqa bir ölkənin vətəndaşıdır. Əcnəbi. Vətəndaşı olmayan şəxs kimdir? Yəni bir növ belə deyə bilərik ki, heç bir dövlətə mənsub deyil. Yəni heç bir dövlətin vətəndaşı deyil. Bunlar olur insan üçün. Vətəndaşımız da insanların içərisində gedir. Amma vətəndaş deyəndə burada Azərbaycan vətəndaşlığından söhbət gedir. Deməli, dövlətin ali məqsədində nə dayanır? Həm insanların, həm də vətəndaşların hüquq və azadlıqlarının təmin olunması. Amma vergi ilə sonra bizə konstitusiya ayırır. Deyir ki, respublika ancaq öz vətəndaşlarına layiqliyə səviyyəsini təmin edilməsini dövlətin ali məqsədi kimi götürür. Aydın oldu mu? Deyirəm ki, aydın oldu.
Bu dövlətin ali. Burada demir ki, fikir verirsinizmi? İnsanlara və vətəndaşlara layiqliyə səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq olunur. Deməli, mülkiyyət nədir? Toxunulmazdır. Dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət, dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyətində ola bilər. Xüsusi mülkiyyət yəni bizə aid olan mülkiyyətdir. Mülkiyyətdən, bax, insan və vətəndaş hüquqları və azadlıqları. Tutaq ki, mən mülkiyyət hüququm, telefonum var və mən telefonumdan sui-istifadə edərək sizin hüquqlarınızı kobud surətdə pozuram. Məsəl üçün, icazəniz olmadan sizin şəklinizi çəkirəm, videonuzu çəkirəm, bunu yayıram, cəmiyyəti pisləyirəm, dövlət mənafeləri, dövlət sirlərini yayıram, dövlətə xələl gətirəcək, məsəl üçün, hərəkətlər edirəm. Baxın, bu mülkiyyətdən bu cür istifadə oluna bilməz. Şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edə bilməz. Təbii ehtiyatlar, bilirsiniz də, bunlar hər hansı deyir ki, fiziki və hüquqi şəxslərin hüquqlarına və mənafələrinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Gəlin baxaq. Misal üçün, təbii ehtiyatlar nələrə aiddir? Faydalı qazıntılar, neft ola bilər, buna, nə bilim, dəmir ola bilər, nə bilim, civə ola bilər və s. Amma deyir ki, fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafələrinə xələl gətirmir. Ola bilər ki, hər hansı A adlı vətəndaşın torpağından neft çıxır, misal üçün. Ya, bu Azərbaycan Respublikasına mənsubdur. Amma duruş gəlib kimsə deyə bilməz ki, sən bu torpaqdan çıxmalısan, bura dövlətə mənsubdur. O torpağın gərək dəyəri ödənilsin, səni razı salsınlar oradan çıxmağa, səni təmin etsinlər ki, sən bəlkə başqa yaşayış yerin yoxdur, sonra Azərbaycan Respublikasına mənsubdur. Bəli. Sənin yəni bir növ bunlar hüquqlarına və mənafələrinə xələl gətirmədən Azərbaycan Respublikasına mənsubdur. Gəlin baxaq iqtisadi inkişaf və dövlət. Respublikamızda iqtisadi inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanır və xalqın rifahının yüksəldilməsinə xidmət edir. Gəlin baxaq yoldaşlar. Ümumiyyətlə, adi bir dənə baxsaq görərik ki, iqtisadiyyat yalnız dövlət mülkiyyətində, yalnız bələdiyyə mülkiyyətində, yalnız xüsusi mülkiyyətdə ümumiyyətlə belə deyərik ki, inkişaf edə bilməz. Çünki bugün hər kəs dövlət orqanlarında, dövlət strukturunda işləmir. Adi işin özü belə iqtisadiyyatın bir sahəsidir. Kimisi özəl yerlərdə işləyir, kimisi dövlət strukturlarında işləyir. Yəni bir növ fikir verirsiniz. Yəni müxtəlif mülkiyyət növlərində təşəkkül tapır. Təbii ki, iqtisadiyyat yüksəldikcə nə olur? Xalqın rifahının yüksəldilməsi xidmət edir. İqtisadiyyat inkişaf elədikcə iş yerləri də artıq artmağa başlayır, insanların da rifahı yüksəlməyə başlayır. Yəni bir növ xalqın rifahının yüksəldilməsinə xidmət edir. Və dövlət bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyat inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılıq. İnhisarçılıq qiymətlərə liderlikdir. Məsəl üçün, deyək ki, bir məhsulu bir dükan, bir market satırsa, deyir ki, məsələn, mən bu çörəyi 5 manata satıram və baxırsan ki, ondan başqa bir adam o çörəyi satmır. Məsəl üçün, Qubaya gəzməyə gedirsən, tutaq ki, belə deyək. Qubada bir dağlıq bir kənddir. Bir dənə balaca putka var deyək, doğru dildə. Və çörəyi yalnız o satır. Və sən də bilirsən ki, çörəyi bir də 30 kilometr sonra getməlisən ki, misal üçün ki, bazara gedəsən. O da uzaq düşür təbii ki. Və nə olur? Sən məcbursan ki, o putkanın dediyi qiymətlə razılaşasan. Bu qiymətlərə liderlik deməkdir. Bu təbii ki, inhisar olan yerdə də bəlli bir həddə ümumiyyətlə dövlət təbii inhisara icazə verir, amma bəzi yerlərdə ümumiyyətlə belə deyək ki, inhisarçılıq ümumiyyətlə iqtisadiyyatda yəni təşəkkül tapmağına çox da icazə vermirlər. Ona görə ki, rəqabət azalır. Sosial inkişaf və dövlət, dövlət xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, sosial müdafiəsi. Baxın, bugün pensiyaçılara pensiyasını verir, əlillərin əlillik pulunu verir. Sonra nə bilim, xəstəliyinə görə verir sosial müdafiədə. Deyək ki, sosial təminat təmin edir. Yəni, qazilərin sosial müdafiəsini həyata keçirir. Layiqli həyat səviyyəsinin qayğısına qalmır. Bugün bizim mədəniyyətimiz inkişaf edir. Tarix və mədəniyyət abidələrimiz qorunur. Mədəniyyət subyektləri qorunur. Təhsilimiz inkişaf edir, səhiyyə inkişaf edir, elm, incəsənətin inkişafına nə edir? Dövlət yardım göstərir. Təbiətimizi qoruyur. Bugündən də milli parklar, qoruqlar, yasaqlıqlar var. Tarixi, maddi və mənəvi hisslərimiz, tarixi hisslərimiz qorunur. Maddi hisslərimiz, mədəniyyət abidələrimiz, maddi hisslərimiz nə olur? Hamısı qorunur. Mənəvi hisslərimiz qorunur. Ailə, uşaqlar və dövlət. Bugün, yəni ailə məsəl üçün olmasa cəmiyyətdə heç söhbət gedə bilməz. Ona görə deyir ki, əsas üzəyi kimi dövlətin xüsusi himayəsindədir. Uşaqların qarşısına qalmamaq, onları tərbiyə etmək valideynlərin borcudur.
Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan. Məsəl üçün qəyyumlar kimlərə deyilirdi yoldaşlar? Qəyyumlar o şəxslərə deyilirdi ki, yəni kimisə tutaq ki, ola bilər ki, valideyn himayəsindən məhrum, ola bilər atadan anadan yetimdir uşaq, onun nənəsi götürür baxır, həm xalası götürür baxır, bu qəyyumlardır. Hətta qəyyumlar olmasa belə, valideyn qarşısında məhrum olanlar da, ola bilər ki, valideyn hətta baxmır uşağına da, o artıq dövlətin himayəsindədirlər. Bir növ onlar yetimxanada böyüyürlər. Uşaqlar da onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilmək qadağandır. 15 yaşa çatmamış uşaqlar işə götürülə bilməzdir. Yəni bir növ onlarla əmək müqaviləsi bağlana bilməz. 15 yaşa çatmış şəxs əmək münasibətlərinə girə bilər. Uşaq hüquqlarının da həyata keçirilməsinə dövlət nə edir? Nəzarət edir. Din dövlətdən ayrıdır. Yəni bir növ dini dövlət siyasətə qarışdırmır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Yəni müsəlmanlıq, xristianlıq fərqi yoxdur, hamısı bərabərdir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin dini cərəyanlarına yayılması və təbliği qadağandır. Və dövlət sistemində dünyəvi, təhsil sistemimizdə dünyəvi xarakteri daşıyır. Bir növ belə deyə bilərik ki, yoldaşlar, yəni bizdə görürsünüz, təhsil sistemlərimizdə demək olar ki, din təhsili keçirilmir. Yəni, ə, ancaq dünyəvi və bu şəkil, bu xarakteri daşıyır, belə deyə bilərik. Pul vahidimiz manatdır. Pul nişanlarının tədavüldən buraxılması, tədavüldən çıxarılması yalnız Mərkəzi Banka mənsubdur və o dövlətin müstəsna mülkiyyətindədir. Yəni, yeganə bank ki, o dövlətin müstəsna mülkiyyətindədir. Yəni, o, publik hüquqi şəxsdir, amma onun rəhbəri dəyişsə belə kimsə onu mənimsəyə bilməz. O birbaşa dövlətə aiddir. Və bizdə ümumiyyətlə pul vahidlərindən istifadə oluna bilir. Dollardır, rus rubludur və s. Eurodur, misal üçün. Amma onlardan biz ödəniş vasitəsi kimi istifadə edə bilmərik. Gəlir dövlət borçlarına qoyulan məhdudiyyətlər, ümumiyyətlə, dövlətə qarşı qiyam və ya dövlət çevrilişi ümumiyyətlə Azərbaycan çox ağır cinayətdir dövlətə qarşı. Bunlara kömək məqsədi alınmış borclar Respublika tərəfindən öhdəlik kimi qəbul edilib ödənilə bilməz. Dövlət dili toxunulmazdır, bəli. Deyir, Azərbaycan inkişafını təmin edir. Zaten birisi ki, Azərbaycan dilidir. Amma fikir verin. Deyir ki, bax burada belə bir cümlə var. Demir ki, Azərbaycan Respublikası başqa dillərin konstitusiya göstərir nə qədər ağıllı bir cümlə yazır. Əhalinin danışdığı başqa dillərin. Çünki dünyada bəlkə də nə qədər dil var. Hamısını təmin eləməz də dövlət. Əhali ki, hansını danışırsa, onların sərbəst işlədilməsini və inkişafını təmin edir. Dövlət rəmzləri. Gerbdir, himdi, bayraqdır. Bərabər elli üç üfuq zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, qırmızı, aşağı, yaşlı rəngdədir. Ağ, hər iki üzündə ağ rəngli aypara ilə 8 güşəli ulduz təsvir edilir. Eninin uzunluğuna nisbəti 1-2-yədir. Və onların mətni konstitusiya qanununa məna olur, təsviri. Ümid edirəm ki, bura qədər aydın oldu sizə. Bir saniyə. Çox üzr istəyirəm. Belə. Bura qədər ümid edirəm ki, aydın oldu. Buradan sonra gəlirik artıq biz hüquqlara, azadlıqlara. Ümumiyyətlə, hüquq anlayışına gəlin belə tanış olaq. Bir növ, yəni hüquqlar bizim dövlətlə, cəmiyyətlə, başqa şəxslərlə münasibətlərimizi tənzimləyən kriteriyalardır. Amma azadlıqlar daha çox insanın özü ilə bağlı olan məsələlərdir. Fərdi xarakter daşıyır. Din seçmək, fikir azadlığı, toplaşmaq azadlığı, yəni bir növ individual xarakter daşıyır. Hüquqlara belə deyə bilər ki, mən nə istəsəm eləyə bilərəm, nə istəsəm eləmərəm. Yəni belə deyək. Baxın, bizdə sonra birinci bu artıq bu fəsildə İnsan və vətəndaş hüquqlarının və azadlıqların əsas prinsipi maddəsi bizə deyir ki, baxın, şərəf anlayışı var, bir də ləyaqət anlayışı var. Açıq aşkar çox böyük bir fərqləri yoxdur onların, amma burada deyir ki, ləyaqət qorunur və ona hörmət edilir. İnsanın ləyaqəti qorunur və hörmət edilir, amma burada fikir versiniz, şərəf yazmayıblar. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz, ayrılmaz hüquq və azadlıqları var. Məsəl üçün, ə, belə deyək, məsəl üçün yaşamaq hüququ doğulduğumuz andan başlayır yaranmağa. Amma fikir verin uşaqlar deyir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Bu gün mənim hüququm var deyən, yəni mən sizin hüquqlarınızı poza bilmərəm. Çünki mənim hüquqlarım sizin hüquqlarınız qarşısında mənim məsuliyyətimi də yaradır.
Deyir ki, məsəl üçün, mənim mülkiyyət hüququm var deyə, mən durub sizin şəxsi toxunulmazlıq hüququnuzu poza bilmərəm ki, və ya bir başqa hüquqlarınızı poza bilmərəm. Hüquqlar mənim vəzifələrimi və məsuliyyətlərimi də əhatə edir. Onlar da yaradır. Və baxın, hüquqlardan sui-istifadə yol verilmir. Da burada yazmayacaq ki, məsəl üçün, hüquq və azadlıqlardan sui-istifadə yol verilmir. Sizi çaşdırmaq üçün imtahanda azadlıq da yaza bilər. Amma yazmıyor ki, məsəl üçün, azadlıqlardan da hüquqlardan sui-istifadə yol verilmir. Bu şəkildə fikir verərsiniz oxuyanda. Burada da dövlət yaza bilər, amma başqa şəxslərdir. Bərabərlik hüququ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Birazdan mən hər kəs və hər bir şəxs anlayışlarında fərqini izah edəcəm. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Yəni, kişi hansı hüquqlara sahibdirsə, elə qadın da həmin hüquqlara sahibdir. Dövlət irqindən, etnik mənsubiyyətindən fərqi yoxdur. Yəni, sən xristiansan, sənin dilin rus dilidir, cinsin qadın, kişi, qulluq mövqeyi fərqi yoxdur. Əqidə siyasi partiyalara, həmkar ittifaqları və digər ictimai birliklərə mənsubiyyətinə asılı olmayaraq hamının bərabərliyini dövlət bir təminat verir. Deyir ki, sən ola bilər ki, xristiansan, ola bilər ki, qadınsan, kişisən, fərqi yoxdur. Hamının bərabərdir. Hətta bu səbəblərə görə din, dil, cins, irq, etnik mənsubiyyəti kimsə hüquq və azadlıqlarına məhdudlaşmaq ola bilməz. Qadağandır. Misal üçün deyək ki, Konstitusiyanın 3-cü hissəsində göstərilən əsaslara görə kiməsə zərər vurula bilməz. Güzəştlər və imtiyazlar verilə bilməz. Güzəştlər və imtiyazların verilməsinin imtina oluna bilməz. Ola bilər ki, deyir ki, məsəl üçün, kimsə deyər ki, hə sən talışsan, sənə imtiyaz vermirəm. Etnik Azərbaycanlıya məsəl üçün imtiyaz verirəm. Onu kimsə deyə bilməz. Çünki Konstitusiya zaten buna görə bərabərliyimizi təminat verir. Və ya kiməsə imtiyaz və güzəştlər verilirsə, deyək ki, yox, sən talışsan, sənə imtiyaz vermək istəmirəm. O, ola bilməz. Hamı bərabərdir çünki. İmtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qəbul edilən dövlət orqanı, Milli Məclis olsun, məhkəmələr olsun, nə bilim, dövlət hakimiyyəti orqanları, daşıyıcılarla münasibətdə, tutaq ki, vəzifəli şəxslər var ki, dövlət hakimiyyəti səlahiyyətləridir. Yenə də bizim bərabər hüquqlarımız təmin edilir. Bugün sağlamlıq imkanları məhdud olanlar var. Ola bilər ki, onlar, yəni, sağlamlıq imkanları çətinləşdirir onların bəzi hüquqları yerinə yetirmək. Onlar o hüquqlardan istifadə edə bilmirlər və vəzifələri yerinə yetirmirlər. Onlardan savayı Konstitusiyamızda təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələr daşıyırlar. Baxın, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ var. Qanunla biz necə müdafiə edə bilərik? İnzibati qaydada və məhkəmə qaydasında. Bizi kimsə tutaq ki, ola bilər ki, qanunsuz işdən çıxarır. Tutaq ki, nazirliyin əməkdaşısınız, kimsə sizi qanunsuz işdən çıxarır. Bununla bağlı nazirliyin öz şikayət verə bilərsiniz ki, filan kəs məni işdən çıxartdı. Və ya məhkəməyə də şikayət edə bilərsiniz. Bu sizin qanunla öz hüquq və azadlıqlarınızı müdafiə etməyinizdir. Qanunun qadağan olunmayan da var məsəl üçün. Ola bilər ki, heç məhkəməyə getmirsən, inzibati qaydada kiməsə getmirsən, qanunun qadağan olmadığı üsuldan sən öz hüquq və azadlıqlarını müdafiə edirsən. Ola bilər ki, misal üçün mən bunu zəruri müdafiədə izah edəcəm. Kimsə səni öldürməyə çalışırmı deyim, kimsə sənin hüquqlarına toxunmağa mı çalışır, onu zərərsizləşdirməyə bunu qanunla qadağan olunmayan bir üsul ola bilər və dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə nə edir? Təminat verir. Hər kəsin yaşamaq hüququ var. Var, bəli. Bir də fikir verin burada. Demir düşmən əsgərlərin öldürülməsi. Çünki erməni əsir düşəndə biz onu öldürmürük axı. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, bir də məhkəmənin qanuni qüvvəmiş qərarı yox, hökmünə əsasən ölüm cəzasının tətbiqi, bir də qanunun yol verdiyi digər hallar istisna olmaqla hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Yəni deyir ki, bu hallardan savayı kimsə durub bir-birini öldürə bilməz. Bu hallar istisnadır. Bu hallarda insanın yaşamaq hüququna toxunula bilər. Yəni öldürülə bilirsiniz. Yəni əlinizdən alına bilər. Qalan hallarda toxunulmazdır. Yəni kimsə onu sizin əlinizdən ala bilməz. Yaxşı, ümid edirəm ki, aydın olur. Burada hökm, bir də silahlı basqın zamanı düşmən əsgərlərin öldürülməsi. Ölüm cəzası ümumiyyətlə necə tətbiq oluna bilər? Yalnız həm dövlətə, həm də insan həyatına və sağlığına xüsusilə ağır cinayətlərə görə. Məsəl üçün, dövlətə qarşı qiyam, dövlətə xəyanət, dövlətə qarşı misal üçün çevriliş eləmək, insanı tikə-tikə doğramaq, sağlamlığa qarşı xüsusilə ağır cinayətlərə görə, bəli, ölüm cəzası bizə nə ola bilər? Müəyyən edilə bilər. Sonra burada terminlər var. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olan həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması,
Ölkəyə silahlı basqın edilməsi halları istisna olmaqla insana qarşı silah işlədilməsi yol verilmir. Və burada demir ki, sizi öldürəcəyik. Sadəcə bu hallarda insana qarşı silah işlədilə bilir.